Luka 2-ci fəsil 1 ayə hamıya çox tanış olan İsa'nın doğum səhnəsini təsvir edir. O vaxt Sezar Avqust bütün Roma imperiyasında əhalinin siyahıya alınması haqqında qəfil fərman verdi. Fərman verildikdən sonra hər kəs qeydiyyata düşmək üçün öz doğma şəhərinə getməli idi. Beləliklə, Davudun nəslindən olan Yusif də hamilə arvadı Məryəmlə Davudun Betlehem adlı şəhərinə getdi. Müqəddəs kitabın peyğəmbərliyinə nəzər salsaq, Mikeya 5-ci fəsildə xilaskarın Betlehemdə doğulacağını İsa yer üzünə gəlməzdən 100 illər əvvəl söyləməmişdimi? Başqa sözlə, Allah bütün hadisələri o bir peyğəmbərliyi yerinə yetirmək üçün təşkil etmişdi. Allah bu fərmanı vermək üçün Roma imperatoru Avqustu yönəltdi. Və nəticədə Məryəmin əri Yusifin doğma şəhərinə qayıtmaqdan başqa yolu qalmadı. Onlar doğma şəhərə gedəndə Məryəm kimi dünyaya gətirdi. İsa Betlehemdə belə doğuldu. Əgər siyahıya alma fərmanı verilməsəydi, İsa sadəcə Nazaretdə doğulmazdımı? Müqəddəs kitabı tədqiq edərkən Allahın hətta bir peyğəmbərliyi həyata keçirmək üçün lazım gəldikdə bütün kainatı hərəkət etdirdiyini görə bilərik. Biz əvvəlcə Allahın görünməyən dünyadakı hərəkətlərini tanımalı və Allahın dərin iradəsini anlamaq bacarığına malik olmalıyıq. İnanıram ki, o zaman biz hamımız Allahın öz övladlarına bəxş etdiyi lütf dolu imana sahib ola bilərik. Əgər iman həyatımızı belə yaşaya bilməsək, yalnız zahiri görünüşlərə və görünən vəziyyətlərə diqqət yetirəcəyik. İnsanlar İsa'nın Betlehemdə anadan olduğunu bilirlər. Bununla belə, çoxları bütün kainatın İsa'nın Betlehemdə doğulması üçün yönləndirildiyini anlamır. Bu tarixə Allahın görünməz dünyadakı işi kimi baxmaq olar. Beləliklə, biz müqəddəs kitabdakı peyğəmbərlikləri bir-bir kəşf edib başa düşə bilərik. Bunu edərkən, bunun vacib bir peyğəmbərlik səhnəsi olduğunu tam şəkildə anlayacağıq və dərk edəcəyik ki, bütün tarix Allah tərəfindən idarə olunur və onun rəhbərliyi olmadan yer üzündə kiçik bir nəticə belə əldə edilə bilməz. Bütün bunların sonunda Allahın Kolossellilərə 3-cü fəslində yazdığı ucalardakı şeyləri düşünün, sözlərini niyə bizə verdiyini görə bilərik.